Salam əziz və dəyərli izləyicilərim. Hər birinizi salamlayıram öz səhifəmdə. Elə belə bir mövzuya istədim toxunam. Yəni, axır zamanların belə kütləvi informasiya vasitələrində, yəni televiziyada, ümumiyyətlə internetdə, YouTube-da baxanda baxırıq ki, yəni belə bir mövzu, yəni motivasiya haqqında, stimul haqqında istədim elə bu mövzuya toxunam bir gün. Yəni, televizor açan zaman elə baxırıq ki, bu mövzum çox toxunurlar elə kütləvi informasiya vasitələrində. Və hətta ki, ətraf insanlardan çox eşidirik deyəsiniz. Və istədim belə bu haqda söz açım, elə söhbətimizi eləyək. Yəni, motivasiya Latın sözündən irəli gəlir, motivasiya. Yəni, movere sözündən irəli gəlir, motivasiya. Yəni, tərcümədə Latın dilindən hərəkət deməkdir, hərəkətə keçmək. Yəni, motivasiyanın iki növü var. Bir, daxili motivasiya, bir də ki, xarici motivasiya. Yəni, elə istədim elə demək, motivasiya demək, məndən solda olan bu daxili motivasiya, o birisi məndən sağda olan xarici motivasiya. Yəni, bu belə xəttə çəkim. Yəni, daxili motivasiya nədir? İnsanı yaşadan, insanın öz şəxsi marağı olan, məqsədi olan, öz şəxsi hədəfi olan bu daxili motivasiyadır. Yəni, insanı ruhlandıran, insana necə deyirlər, səhərdən sevinərsə, yuxudan durmaq və ya o işin, o məqsədin dalından getmək. Baxmayaraq ki, hansı nailiyyət qazanacaq və ya ki, yox, ancaq bu proses maraqlandırır insan ki, bu iş, bu sahə bunu insanı yaşadır, güc-qüvvə verir, enerji verir. Bu katalizator olaraq bu insan bununla yaşayır, həyatın öz mənasını görür. Bu daxili motivasiyadır ki, bu iş, bu sahə, bu insan üçün elə bir həyat mənasıdır. Yəni, yaşatdırır insanı daha doğrusu. Bu daxili motivasiyadır. Yəni, bu da önəm eləsə daxili motivasiyadır, prosesdir. Proses. Demək, bu məndən solda olan daxili motivasiyadır. Bu da isə məndə sağda olan xarici motivasiyadır. Xarici motivasiya nə aiddir? Yəni, insanın öz istəyi, öz məqsədi, öz hədəfi deyil, ancaq misal üçün, insan öz sevmədiyi işdə işləyir, ancaq kütlə ona deyib ki, bu get sahəyə, bu get işlə məşğul ol, hansı bir başqa özünə iş seçib, ona maraqlandırın. Orada nədir? Maddiyyat. Maddiyyat, pul, qazanc. Bu, demək, burada proses maraqlandırır daxili motivasiyada. Ancaq xarici motivasiyada nəticə maraqlanır. Axır nəticə. Axır nədir? Yəni, filan işdə işləyəcəm, işi sevməsəm belə, maaşım yüksək olacaq, maddiyyatdan əziyyət çəkməyəcəm. Yəni, o maraqlandırır insan. Maddiyyatı, pulu qazanır fikirləşir. İkincisini deyə bilərik ki, xarici motivasiyada insan nəyə fikirləşir? Öz məsələsi, istədiyi sahə, ixtisası deyil, işi deyil. İnsan ancaq fikirləşir ki, yəni kütlədə, cəmiyyətdə bu işdə işləmək daha nüfuzludur, bu işdə işləmək daha prestijlidir. Yəni, insan burada prestijli fikirləşir. Nüfuzu fikirləşir, vəzifəni fikirləşir. Yüksək pillələrdə vəzifələrdə olacaq. Yəni, bu kütlə cəmiyyətin yönətdiyi bir düşüncədir. Amma insanı yaşamır o işi ilə, o sahəsi ilə, o ixtisasla. Yəni, birinci maddiyyat, pul qazan, ikinci prestijli, nüfuzlu, belə deyək, hansısa ixtisasi sahəyə, cəmiyyətə daha çox elə bir yönləntim var. Baxmayaraq ki, insanın bu işi, sahəni sevmir. Məsəl üçün, insana deyəklər ki, insan istəyi belə deyək. İnsan istəyir mühəndis olsun, amma insana deyiblər ki, get hüquqşünas ol. Hüquq daha nüfuzludur, daha prestijlidir. Amma insan mühəndis olmaq istəyir və yaxud da ki, insan futbolçu olmaq istəyir, amma deyirlər ki,
futbolunu yenirsən, get həkim ol, və yaxud da ki, vəkil ol, və yaxud da ki, deputat ol. Ona ki, cəmiyyətdə prestij, vəzifə, nüfuz sahibi olasın. Yəni, bu xarici motivasiyadır. Amma daxili motivasiya insanı yaşadan, insanı səhərlər sevinçlə durğuzan, sevinç saata baxmayaraq, iş vaxtına baxmayaraq elə bil 10 saat da işlərsə orada, 15 saat da işlərsə, məsələn, günün 24 saatından 15 saatında işlərsə, insan vaxta baxmır. Vaxt tez keçir o insan üçün. O ki, insana proses maraqlandırır, bu işlə yaşayır. Bu işi o qədər sevir ki, bununla necə ki, insan oksigensiz, susuz yaşaya bilməz, bu işdə bunun üçün bir suya və oksigenə çevrilir. İnsan o zamana baxmır, insanı proses yaşadır. Amma xarici motivasiyada insan axır nəticəni fikirləşir ki, axır nəticədə nəyə nail olacaq, hansı yüksək vəzifə sahibi olacaq, fikirlə elə bir yüksəkliklərə qalxacaq bu vəzifədə. Yəni, kütlədə, cəmiyyətdə prestijli olan sənət hansıdır, insana axır nəticə maraqlandır. Amma proses özü maraqlı deyil xarici motivasiyada. Fərqli olaraq. Amma daxili motivasiyada prosesin özü maraqlıdır, axır nəticə yox. Amma burada insanın nəticəni fikirləşir. Yəni, dediyim kimi, pul, qazanc, kütlənin gözü maraqlandırır. Yəni, cəmiyyətdəki, ətrafdakı insanlar nə fikirləşirik, hansı işdə işləyir, hansı ixtisasda sahədə işləyir. Bu insanlar üçün xarici motivasiya ilə gedən insanlar üçün ətrafdakı insanların sözü daxil önəmlidir ki, nəinki daxili səsləri. Ətrafdakı insanların tərəziyə qoyanda çəki daha ağırdır ki, ona görə ki, ətrafdakı insanlar deyəcəklər ki, bu sahə daha nüfuzludur, bu sahə daha sənin üçün yaxşıdır. Amma daxili motivasiyada insan öz iç səsini qulaq asır. İç səsi, daxili səsi yazar. Daxili səsi. Bu, daxili motivasiyadır. Amma cəmiyyətdə, yəni burada uzaq görən siyasətçi olmaq lazım deyil, ağıllı olmaq lazım deyil, yəni düzgün məntiqə sahib olmaq. Yəni, aydındır ki, ətraf insanlar xarici motivasiyadan iş görürlər, xarici motivasiyadan sahə ixtisas seçirlər. Amma daxil olan motivasiyanı bir kənara atırlar. Amma zaman keçdikcə, bu işdə nəyəsə nail olsalar belə, amma hiss edirlər ki, daxili motivasiya onları boğur. Müəyyən yaşdan sonra hiss edirlər ki, öz seçimləri deyil, öz peşələri, ixtisasları istədiyi sənət deyilmiş. Yanlış yola adımlarını atıblar. Xarici motivasiyayla gedən insanları nəzərdə tuturam. Yəni, onlara şamil olunur bu. Yəni, dediyim ki, bunlara maraqlıdır axı nəticələr demək, maddiyyat, prestij, nüfuz, vəzifə, ətrafdakı insanların gözü ilə baxırlar. Yəni, ətrafdakı insanların sözləri xarici motivasiyana gedən daha önəmlidir, nə ki, daxili motivasiyadakı. Daxili motivasiyadakı özlərinə qulaq asır, daxili səslərə. Ətrafdakı insanların məsləhətləri bunlara keçə gedir. Əsas öz istəkləridir. Və motivasiya dediyimizdə daxili motivasiya və xarici motivasiya dediyimizdə burada belədir ki, yəni burada sual var ki, mən özüm nə istəyirəm, mən nəyi sevirəm, hansı məqsədlərə getmək istəyirəm, hansı işin ixtisasını özüm istəyirəm. Yəni burada belə sual yaranır. Amma buradakı mən nəyə qazanacam, nəyə nail olarım, özüm istəməsəm belə, mənim sevmədiyim iş olsa belə, bu xarici motivasiyadır. Və bu motivasiya sözünü toxunanda istərdim elə bir mövzuya keçəm. Yəni, dediyimiz kimi motivasiya daxili və xarici. Daxili öz istədiyiniz, öz sevdiyiniz, öz seçiminiz olanda yəni, kənar insanların səsinə qulaq asmırsınız, kənar insanların məqsədlərinə qulaq asmırsınız, yəni özünüz istədiyiniz sahəni seçirsiniz, məqsədinizi seçirsiniz. Yəni, xarici daxili motivasiya. Demək, daxili motivasiyada proses önəmlidir, xarici motivasiyada nəticə, axı nəticə nəyə nail olasınız. Demək, motivasiya demək ki, yazıram burada. Motivasiya, elə bir mövzuya da toxunmaq istədim, elə motivasiya sözü. Məndən sağda olan, demək, solda olan motivasiya sözü yazdım, sağda olan stimul sözü yazdım. Yəni, bunu sözü əksər insanlar yaşayır. Demək, motivasiya, moverək hərəkət etmək. Yəni, insanı sevindirən iş. Yəni, bu daxili motivasiyadan söhbət edir. Yəni, motivasiya sözü hərəkət deməkdir. Stimul sözü Latın dilindən tərcümədə qamçı deməkdir. Demək, motivasiyada elə şəkil çəkin, bu doğuşandır, elə bir doğuşan. Düzdür, məndən yaxşı, gözəl rəssam çıxa bilməz. İndi bacardığım qədər bir doğuşan çəkim. Gözəl
Burada kökdür. Belə bir kök çəkək, kök şəklini. Bu kök nədir? Bu kök dovşan üçün motivasiyadır. Motivasiya. Burada da belə at çəkim. Düzdür, bu ata oxşamadı, iti oxşadı. İndi radım gedən çəkdim. Burada da isə belə qamçıdır. Çubuqdur. Demək, motivasiya bu kökdür. Dovşan kökü görəndə sevinir. Dovşan kökü görəndə kökü yemək istəyir. Yəni. İnsan əlində tutsa kökü, dovşan hətta xarlaşır. Tullamaq üçün o kökü əlindən qoparır, çünki yesin. Bu motivasiyadır. Amma qamçı nə deyir? Qamçı odur ki, xaricdən gələndir. Demək, xarici motivasiyanın stimulun oxşarlığı ondadır ki, o xaricdən gələndir, daxildən gələndir. Bu qamçı da ki, stimuldur. Yəni, elə bir iti qovalayırsınızsa, nə ilə qovalayırsınız, nə ilə? Əlbəttə ki, çubuqla, qamçı ilə. Atı necə qovalayırlar? Qamçı ilə. Yəni, stimul odur. Kənardan gələn bir qüvvədir, amma motivasiya daxildən gələn qüvvədir. Yəni, stimulun xarici motivasiyanın oxşarlığı olur, amma daxili motivasiya insan sevdir. Dovşan üçün də bu daxili motivasiyadır, kökü görəndə. Ona ki, onu istəyir. Amma stimul qamçıdır, çubuqdur. Necə ki, yəni, stimul o fərqi ondadır ki, həm də ki, stimulda, məsəl üçün, həyat vəziyyəti insanın çətinləşib, elə həyata gətirib ki, insan çıxılmaz vəziyyətdə, yəni çıxılmaz vəziyyət yoxdur ümumiyyətlə həyatda, amma insan ilk baxışdan görür ki, məsəl üçün, həyat vəziyyəti çətinləşib, maliyyəti aşağı düşür və fikirləşir ki, nətərsə, neyim, stimul odur ki, qamçı kimidir, çubuq kimidir. İnsan istənmədiyi işə, istənmədiyi bir hissəylə məşğul oldu ki, amma bunun stimuludur, və qamçı kimidir, çubuq kimi. Hərəkətə keçmək üçün. Amma motivasiya o kök kimidir, yəni istəyi, daxil istəyi. Yəni, stimul, yəqin ki, gümandır ki, başa düşdünüz mənim izahımı. İzləyicilər, yəni stimuludur, qamçıdır, çubuq kimidir. İti necə çubuqla, atı necə qamçı ilə vurulması stimuludur. Yəni, həyat vəziyyəti çətinləşib, maddi durumu zəifləşib, amma stimuldur ki, keçin baxmaq ki, istəmədiyi hansısa sahədə işdə, amma stimuludur ki, ancaq fikirləşir ki, sevməsəm belə, amma o işlə məşğul olacağım. Yəni, stimul budur, yəni. Və nə demək istəyirdim? Stimulda, məsələn, fərq ondadır ki, motivasiya, stimul insan iş görəcək, amma axır vəziyyətdə yenə də iyi olacaq, görəcək ki, o deyil, amma motivasiya insanı yaşadır. Yorulsa belə, amma yenə də daxili motivasiyadan söhbət gedir. Fiziki yorula bilər, amma mənəvi yorulmur. Motivasiyanın fərqi bundadır. Demək, stimulun qamçı çubuq kimidir, amma motivasiya bir kök kimidir. Və bunu silib lövhədə başqa bir sizə belə bir filosof olub, Descartes, elə onun belə bir kvadratı olub. İndi yazım, sonra sizə başa qalacağım. Demək, bu kvadratda yazmışam ki, Descartes kvadratı vardı ki, bu motivasiyanı özünüzə bilmək üçün mən nə qazanacam, nail olacam, əgər bunu etsəm. Birinci sual belədir kvadratda ki, mən nəyə nail olacam, nəyə qazanacam, bunu eləsəm. Hansı bir şey hərəkətə keçsəm. İkincisi odur ki, mən nəyə nail olmayacam, əgər bunu eləməsəm.
Mən nəyə nail olmayacağam, hansı məqsədimə çatmayacağam əgər bunu eləməsəm. Və üçüncüsü demək, mən nəyə qazanacağam? Mən nəyə qazanacağam əgər bunu etməsəm? Və dördüncüsü belədir ki, mən nəyə qazanmayacağam əgər bunu eləsəm? Demək, birinci Descartes-in kvadratında belə bir suallar var. Mən nəyə qazanacağam əgər bunu etsəm? Bu motivasiya haqqında suallardır ki, insan onda daha aydın öz motivasiyanı görür. Mən nəyə qazanacağam əgər bu hərəkəti eləsəm? Məqsədə doğru. Mən nəyə qazanmayacağam əgər bunu etməsəm? Üçüncüsü, mən nəyə qazanacağam əgər bunu eləməsəm? Mən nəyə qazanacağam əgər bunu eləməsəm? Və dördüncüsü belədir ki, mən nəyə qazanmayacağam əgər bunu eləsəm? Düzdür, biraz başa düşmək çətindir, amma nə qədər də olsa çalışmaya edəcək. Yəni, bu suallar insanı elə bir filtr eləyir. Aydın məsələ olur ki, hansı motivasiya sizindir, hansı motivasiya sizə kənardan gələn bir motivasiyadır. Ətraf insanlardan, cəmiyyətdən gələn motivasiyadır. Yəni, bu 4 sual, nəyə qazanacağam bunu eləsəm, nəyə qazanmayacağam bunu eləməsəm, nəyə qazanacağam əgər bunu eləməsəm, nəyə qazanmayacağam əgər bunu eləsəm. Düzdür, ilk baxışdan çətindir, amma zaman keçişi asanlaşacaq, rahat olacaq bu sualları sizə vermək. Bunu hətta belə rusca deyə bilərsiniz ki, yalnız bu sualı, yəni, что я получу, это сделаю, что я не получу, это не сделаю, что я получу, если это не сделаю, и что я не получу, если это сделаю. Bax, belə bir suallardır. Descartes-in kvadratıdır. Və istədim elə bu haqda bugünkü mövzumu elə toxunam, qısa da olsa əzizlərəcəm, motivasiya, stimul haqda danışam. Yəni, motivasiya hər kəsdə fərqlidir. Kimdəsə kənar motivasiyadır, kənardan gələn motivasiyadır, kənar insanlardan. Kimdəsə ki, daxili motivasiyadır. Amma daxil olan azdır, 20% təşkil edir. Əfsuslar olsun, təəssüf istəyən demək bilərəm ki, amma 80-70% xaricdən gələn motivasiyadır. Kütlə, prestij, nüfuz, kütləvi informasiyalar yeritləyirsiniz beyninizə hansı motivasiyanı nail olmaq. Ətrafdakı insanlar, yaxşı çevrənizdə, istər valideynlərini, istər dost tanışlarınız, bazı qardaşlarınız, yəni bunlar. Çox sağ olun əziz izləyicilər. Hər birinizi xoş gördüm. İnşallah sağlıq olsun Allahdan. Görüşərik. Allah amanda olun, özünüzə yaxşı baxın. Hər biriniz üçün uğurlu günlər. Allah amanda. Görüşərik.